Sıfırdan biznes qurup mağaza açıram 15-ci gün. Qıraqdan hər şey nə qədər asan görsənsə də, amma bir o qədər çətinliyi var. Bir aydan çoxdur ki, artıq mən mağazamı hələ tam istədiyim formada açıb bitirə bilmirəm. Bəlkə bu sahədə ilk dəfə olduğuma görədir, bəlkə işlərim çətindir, bilmirəm. Amma bir onu bilirəm ki, mən hələ istədiyim səviyyəyə gəlib çıxmamışam, amma artıq çox az qalıb. Sizinlə toplam burada bölüşdüyüm videolar hərəsi ayrı-ayrı vaxtlarda və saatlarda çəkilib. Ona görə də fərqli geyimlər, fərqli məkan, fərqli saat ola bilər. Deməli, burada görürsünüz artıq biz ətirlərimizi qablarına yığmağa çalışırıq. Daha doğrusu ətirlərin üzərinə adları vururuq, sonra qablara yığacağıq və üzüklərimiz var. Həmin o üzükləri qablara qiymətləndirib qoyuruq ki, vitrinə gələn müştərilərimiz görsün. Bu arada bu günlərdə olmasa da biz artıq bundan sonraki günlərdə ətirləri tam vitrinə yığandan sonra mağazada yavaş-yavaş açıq elan edirik və storylərimi izləyənlər bilirlər. Artıq yavaş-yavaş müştərilərim gəlir və sifarişlərimizi götürürük. Bizim WhatsApp qruplarımız da var, hansı ki orada da bütün məhsulların şəkilləri rahat şəkildə bölüşüb qiymətlərini bölüşə bilirəm sizinlə. Ətir qablarımızı göstərirəm. Mən bu qabları ayrıca sevirəm. Ona görə sırf ayrıca da belə çəkirəm. Burada artıq ətirlərimizi qablarına yığırıq. Bu arada qeyd edeyim ki, maşallah olsun, demək olar ki, o ətirlər bitib, yenidən sifariş eləmişəm. Qardaşım təkcə mənə təmir işlərində yox, mağaza işlərində də kömək eləyir. Demək olar ki, elə Ramin də bütün günü bizlə mağazada olur. Ətir işinə daha çox o baxır. Mənim balaca qızımın əziyyətinə danmaq olmaz. Düzdür, kömək elədiyi qədər də daha çox belə necə deyim, dağıdır, amma yenə də hər nə olursa olsun köməyi də dəyir. Və Samirə də mənimlə bərabər çalışır. Bütün işlərimizdə canla başla kömək eləyir. Saat 10-dan 8-ə kimi fəaliyyət göstərsək də bəzən olur ki, saat 9-a kimi mağazada qalmalı oluruq. İşlərimiz çox olanda yenə də heç bir problem etmədən bizimlə bərabər çalışır. Artıq bu da vitrinə ətirləri, qabları falan yığırıq və göstərirəm sizə. Bunun səhərsi günü biz mağazada elan verim. Kim istəyir artıq gəlib baxa bilər. Tam açmışımız mağazanın adı vurulanda və aksesuarların bir kası gəlindən sonra, yəni yanvar ayının 17-si və ya 18-i olacaq. Mən buradan elan verəcəm. Kim istəsə gələ bilər. Tam hələ açılmamıza baxmayaraq maşallah olsun, bir-birindən gözəl müştərilərin mağazaya gəlir və yaxud da ki, onlayn zakazların verir.